Bu gün ismin yiyəlik halına aid bir testə baxacağıq. Birinci cümlədə görürük ki, apostrof s-dən sonra birbaşa artikl gəlir və bu ismin yiyəlik halı hesab olunmur. İsmin yiyəlik hal olması üçün apostrof s-dən sonra isim gəlməlidir. Və ikinci cümlədə teacher ismi gəldiyinə görə ikinci cümləni doğru götürə bilərik. Eyni zamanda görürük ki, cümlədə feil, yəni bir xəbər var. Sadə cümlədə isə 2 və daha artıq xəbər ola bilməz. Ona görə buradakı apostrof s yiyəlik haldır. Üçüncü cümlədə apostrof s-dən sonra gələn place ifadəsi cümlənin xəbəri deyil. Həmçinin görürük ki, cümlədə başqa bir xəbər var. Buradakı place ifadəsi Shakespeare-in oyunları, tamaşaları mənasındadır və bu cümləni yiyəlik hal kimi götürə bilərik. Əgər apostrof s-dən sonra got ifadəsi olarsa, bu yiyəlik hal hesab olunmur. Çünki buradakı s has gotun qısaldılmış formasıdır. Və bununla da doğru cavabımız olur 2, 3, B variantı.